Salam uşaqlar, bugün tənliklər mövzusuna baxırıq. Demək olar ki, hər kəsin istədiyi mövzuya keçməmişdən öncə sizdən istəyim kanalımıza dəstək olmağı və kanalımızı takip edib dostlarınızla paylaşmağınızdır. Keçək mövzumuza. Verilmiş ədədin tənliyin kökü olub olmadığını yoxla, ekvivalent tənlikləri qeyd et. Ekvivalent tənliklər biz demişik nədir? Kökləri eyni olanlar. Yəni normal şəkildə tənliyi həll edirik. Cavab -4 alırıqsa, deməli bu tənlik ekvivalentdir. Gəlin birinci bu tənliyi həll edək. Buradan x bərabərdir. Toplanan cəmdir də. Cəmdən məlum toplananı çıxırıq. X bərabərdir -4-ə. Buradan x bərabərdir 1 çıxılsın 9. X bərabərdir -8-ə. X bərabərdir 6 çıxılsın 10. X bərabərdir -4-ə. Deməli, ekvivalent olan bunlar oldu. Sonra 2x bərabərdir 4 çıxılsın. Belədir. 6-ya. 2x bərabərdir -2. X bərabərdir -1-ə. Sonra 2x bərabərdir 6 çıxılsın 4. 2x bərabərdir 2. X bərabərdir 1-ə. X bərabərdir 2 çıxılsın 3. X bərabərdir -1. Ekvivalent olanlar bunlar oldu. Azalan çıxılan fərq. Çıxılan tapmaq üçün azalandan fərqi çıxmalıyam. -2-dir. X bərabərdir 3 çıxılsın 8. X bərabərdir -5. X bərabərdir 1 çıxılsın 6. X bərabərdir -5. Ekvivalent olan bunlar oldu. X bərabərdir 5 çıxılsın 5. X bərabərdir 0-a. Buradan x bərabərdir 0-a. X bərabərdir 0 çıxılsın 5. X bərabərdir -5-ə. Deməli, ekvivalent olanlar bunlar oldu. Boş xanaya el ədədi və əməl şərisiyəsi tənliklər ekvivalent olsun. Gəlin baxaq. Buradan biz x-i tapsaq, 2 çıxılsın 6, x bərabərdir -4-ə. Yəni, x-in yerinə biz -4 yazaraq bunu tapa bilərik. Amma ki, burada artıq yazdığımız zaman olur, məsələn, deyək ki, 6 üstə gəlinsin 4 bərabərdir 2 olur. Niyə? Yəni, bu işarənin qarşısına biz üstə gələk yazmalıyıq ki, x bərabərdir 2 çıxılsın 6. X bərabərdir -4-ü alaq ekvivalent olsun deyə. Buradan x bərabərdir, deməli 6-nı bölürük -4-ə. X bərabərdir -1,5-ə. -1,2-ni vururuq -1,5-ə, eləyir -3. Yəni, burada olacaq -3. Yenə x bərabərdir -3. 2-yə böldüyümüz zaman -1,5 alırıq. X bərabərdir 7 çıxılsın 9-a. X bərabərdir -2-yə. Artıq burada -i yazsaq, x bərabərdir 7 çıxılsın 9. X bərabərdir, bu da -2 edəcək. X bərabərdir -1 vurulsun 3-ə. X bərabərdir -3. Deməli, -3 yazdığımız zaman olur -9. X bərabərdir -9-u bölək 3-ə. X də bərabərdir -3. Boş xanaya uyğun ədədləri və əməl işarəsini yazmağı tənlikləri həll edək. 2x üstə gələk 11 bərabərdir 3-ə. Buradan 2x-i tapdığımız zaman əlbəttə ki, 3-dən 11-i çıxmalıyıq. 3-dən 11-i deməli çıxdığımız zaman cavab edəcəyim -8. Buradan x-i necə tapacaq? -8 əlbəttə ki, 2-yə bölməklə. Bu da edəcəyim -4. 7x-i götürüb 20 çıxılsın, deməli, 6. 20-dən 6 çıxdığımız zaman edəcək 14. Bura yenə 14 bölünsün -7, -2. X minus 5 bərabərdir. -32 bölək 4-ə. -32-ni 4-ə böldüyümüz zaman -8. Buradan x-i tapdığımız zaman -8-in üstünə 5 gəlməliyik. -8-in üstünə 5 gəldiyimiz zaman edəcək -3. 2 üstə gələ x bərabərdir. -2 vurulsun 3-ə. -2-ni 3-ə vuranda eləyəcək -6. X bərabərdir. -6 çıxılsın 2-yə. Bu da edəcək -8.
Dənlikləri həll edək. 2x bərabərdir mənfi 5 üstə gələk 11. 2x bərabərdir mənfi 5-in üstünə, belə olur bilmirəm. Mənfi 5-in üstünə 11 gəldiyimiz zaman 6 edir. Buradan da x bərabər olur 3-ə. 6x bərabərdir mənfi 11 çıxılsın 13. 6x bərabərdir mənfi 24-ə. X da buradan bərabərdir mənfi 4-ə. Burada yenə eyni qaydanı 1 çıxılsın 3x bərabər. Vuruq hasildir sanki. Hasili bölürük məlum olana. 1 çıxılsın 3x bərabərdir. 42-nin alt təbəlində 7. Azalan, çıxılan fərq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmalıyam. 3x bərabərdir mənfi 6. X da bərabərdir mənfi 2-yə. Bölünən qismət kimi yola çıxaq. 3x bərabərdir mənfi 4 vurulsun 4-ə. Çünki bölünəni tapmaq üçün qisməti bölənə vurmalıyıq. 2 üstə gələk 3x bərabərdir mənfi 16. 3x bərabərdir mənfi 16 çıxılsın 2-yə. 3x bərabərdir mənfi 18-ə. Buradan da x bərabərdir mənfi 6-ya. Burada da yenə boş xanaları yazmaq istənilir bizdən. Deməli 3x-dan 7x-i bilirik ki, əlaqələndirir. Burada müsbətdir deyə bura olacaq mənfi. Müsbət 28 olduğu kimi gəlib. 8 bu tərəfə keçəndə müsbətdə olacaq mənfi. 3x-dən 7x-ə çıxdığımız zaman olacaq mənfi 4x. 28-dən 8-i çıxdığımız zaman olacaq 20. Burada olacaq bölək işarəsi. 20-də mənfi 4-ə böləndə eləyəcək mənfi 5. Eyni qayda ilə 3x-in qarşısı mənfidir. Bu tərəfə keçdiyi zaman müsbət olacaq. 9 müsbətdə olduğu kimi gəlib. 7 mənfidir. Qarşısı olacaq müsbət. 5x-in üstünə 3x gələndə 8x eləyəcək. 9-un üstünə 7 gəldiyimiz zaman 16 edəcək. X-i tapdığımız zaman 16-nı 8-ə böləcək və cavabı alacaq 2. Burada mənfi 11x, buradan birinci bu şəkildə götürübsə, o zaman 8x mənfidirsə, müsbət olacaq. 18, burada yenə müsbətdirsə, bu tərəfə keçəndə mənfi olacaq. Fərqi yoxdur, birincidən götürürüz, ikincidən götürürüz, onun heç bir fərqi yoxdur. Sadəcə bir dənə bilməli olduğumuz bizim işarələrimizdir. Yəni, bərabərliyin sağ soluna keçən zaman işarələr əksinə dəyişir. Mənfi 11x-in üstünə 8x gələndə mənfi 3x, 18-dən 6 çıxdığımız zaman deməli 12 edəcək. 12 bölünsün mənfi 3 edəcək mənfi 4. 6-cı tənliyi yazmaqdır. Yəni 9x çıxılsın 16x bərabərdir mənfi 34 çıxılsın 1-ə. Yəni təkrar eləyirəm. Birincidən götürür, əgər birinci tərəfdən götürürsə, bunun işarəsi nədirsə o şəkildə düşür aşağı. Amma bərabərin sağından götürürüksə və yaxud solundan götürürüksə, işarələr əksinə olaraq dəyişir. 9x-dan 16x deməli çıxdığımız zaman edəcək mənfi 7x bərabərdir. Mənfi 34-dən də 1-i çıxdığımız zaman mənfi 35 edir. Burada x nəyə bərabərdir? Mənfi 35-i mənfi 7-yə böləndə müsbət 5. 49, mən birinci 49-u götürürəm. 49-dan mən sabiti əlaqələndirə bilərəm. 4 müsbətdir, bu tərəfə keçəndə oldu mənfi. Birinci tərəfdən birincini götürmüşəmsə, ikinci tərəfdən hansını götürməmişiksə, o şəkildə götürürük. X üstə gələk 4x, çünki mənfidir. Mütərizənin, daha doğrusu bərabərliyin sağına keçən zaman işarəsi dəyişəcək. 49-dan 4-ə çıxdığım zaman 45 bərabərdir 5x-a, x də bərabərdir 9-a. Deməli, 23 üstə gəlinsin 10 bərabərdir 4x üstə gələk 7x. 23-ün üstünə 10-u gəldiyimiz zaman 33. 4x-in üstünə 7x 11x. Buradan da x bərabərdir 3-ə. Birinci ifadəmizi sadələşdirməyə baxırıq ki, burada biz misal həll eləyə bilərik. 2x-dan 3x-i, 5x-i çıxdığımız zaman edəcək mənfi 3x. Üstə gələk 4 bərabərdir. Mütərizəni vurub açırıq. 2x çıxılsın 6-ya. Bundan sonra başlayırıq normal şəkildə misalımızı yazmağa, tənliyimizi həll eləməyə. 3x çıxılsın 2x bərabərdir. Mənfi 6 çıxılsın 4-ə. Mənfi 5 x bərabərdir mənfi 10-a. X də bərabərdir 2-yə. Eyni qayda ilə 4 çıxılsın 4x üstə gələk 16 bərabərdir 3, 2, 6, 3x.
4'dən 16'nın 4 üstə gələk 16 olur. 20 çıxılsın 4x bərabərdir 6 üstə gələk 3x. 20 çıxılsın 6 bərabərdir 3x üstə gələk 4x. 14 bərabərdir 7x. X də bərabərdir 2-yə. 5x çıxılsın 10 bərabərdir 12x çıxılsın 3x çıxaq 18. Niyə çıxaq? Çünki mənfi müsbət 6-ya vurduğumuz zaman mənfi 18 eləyir. 5x çıxılsın 10 bərabərdir 12x-dan 3x-ə çıxdığımız zaman 9x çıxılsın 18. Adi qayda ilə yenə tənliyimizi həll edirik. Ödəcək mənfi 4x bərabərdir mənfi 8, x bərabərdir müsbət 2-yə. Tənasübün əsas xassəsini istifadə etməklə tənliyi həll etmək. Tənasübün əsas xassəsi nədir? Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni bu nə deməkdir? Çarpaz şəkildə bir-birinə vurmaq deməkdir. Yəni 5 vurulsun x üstə gələk 5 bərabərdir 4 vurulsun x üstə gələk 4. Yəni bu şəkildə vururuq. 5x üstə gələk 25 bərabərdir 4x üstə gələk 16. Sonra adi qayda ilə tənliyimizi həll edirik. 5x çıxılsın 4x bərabərdir 16 çıxılsın 25-ə. X də bərabərdir mənfi 9-a. Eyni qayda ilə 2 vurulsun 2x minus 6 bərabərdir 3 vurulsun 3x plus 1. 4x çıxılsın 6-nın 2-yə 12 bərabərdir 3 üçün 9x üstə gələk 3-ə. 4x deməli çıxılsın 9x bərabərdir 3 üstə gələk 12. Mənfi 5x bərabərdir 15-ə. X də bərabərdir mənfi 3-ə. Və sonuncusu 5 vurulsun 2x üstə gələk 6 bərabərdir 2 vurulsun 2x minus 3. 5, 2, 10 x üstə gələk 6, 5'im 30, 2, 2, 4x çıxılsın 6. 10x çıxaq 4x bərabərdir mənfi 6 çıxılsın 30-a. 6x bərabərdir mənfi 36, x bərabərdir mənfi 6-ya. 9'da artıq özümüz tənlik qurmalıyıq. Deyir ki, dəyişənin hansı qiymətində 2x minus 6 və 5x minus 2 ifadələrinin qiymətləri bərabərdir. Yəni biz 2x çıxılsın 6 bərabərdir 5x minus 12 tənliyin həll eləməliyik. Deyir, dəyişən hansı qiymətində? İndi bunu tapmalıyıq. 2x çıxılsın 5x bərabərdir mənfi 12 üstə gələk 6-ya. 2x-dən 5x-ə çıxanda mənfi 3x bərabərdir. Deməli, mənfi 6. X də bərabərdir 2-yə. Deməli, dəyişənin 2 qiymətində bunlar bir-birinə bərabərdir. Sonra deyir, ədədin 5 mislindən. Ədədin 5 mislini bilmirik axı. X vurulsun 5. Mislindən deyir 3 çıxdıqda alınan fərq həmin ədədin 6 mislinə bərabərdir. Mənim ədədim nə idi? X idi, bilmirdim. 6 mislinə bərabər olması deməli 6-nı x-ə vurmaq deməkdir. Yəni 5x çıxılsın 3 bərabərdir 6 x-ə. 5x çıxılsın 6x bərabərdir 3-ə. Mənfi x bərabərdir deməli 3. Bu isə biz demişik ki, hər tərəfin mənfi 1-ə vuracaq. Olacaq x bərabərdir mənfi 3-ə. 16 il sonra Anarın yaşı indiki yaşının 3 misli qədər olacaq. Anarın yaşını bilirik nə qədərdir, bilmirik nə qədərdir, x-dir. 16 il sonra deyirsə, yəni üstünə 16 il gələcək də. 16 il əvvəli demir ki, 16 il sonranı deyir. Yaşının 3 misli qədər olacaq. Anarın indi neçə yaşı var? Bunu tapmalıyıq. X çıxılsın 3x bərabərdir 16-ya. Deməli, mənfi 2x bərabərdir 16. X bərabərdir. Mənfi burada ola bilməyəcəyinə görə hər tərəfin biz 1-ə vursaq. Bu da mənfidir. Hər tərəfi mənfi 1-ə vurduğumuz zaman olacaq 2x bərabərdir 16-ya. X də bərabərdir 8-ə. Axı, yaşımız mənfi ola bilməz. O zaman bu şəkildə alınır. Köynək deyir, kəmərdən 10 manat bahadır. Bu köynək olsun, bu da kəmər olsun. Köynəklə kəmərin qiymətini bilirəm, xeyr bilmirəm. Deyir, köynək kəmərdən 10 manat bahadır. Yəni bu x-dan 10 manat baha demək, yəni x-in üstünə 10 gəlmək deməkdir.
Deyir alıcı 2 dənə köynək aldı. Bir dənə də kəmər aldı. Yəni vurulsun 1 olur. Onda həmin pula 1 köynək və 3 kəmər ala bilərdi o həmin pula. Kəmərin qiyməti nə qədərdir? Alıcı aldığı əşyalara nə qədər pul ödəyər? Yəni biz bu tənliyi qurmalıyıq. Necə qurmalıyıq? Bizə deyir ki, 2x üstə gələk 10 üstə gələk x. Bu kəmərlə köynəyin qiymətidir. Çünki biz tapmaqdan ötürü, yəni qiyməti tapmaqdan ötürü bunları toplamalıyıq da. Bərabərdir. İndi bizə 1 köynək 3 kəmər deyir. Bir dənə köynəyimiz nə qədərdir? X üstə gələk 10-dur. 3 dənə deyir kəmər alıb. Üstə gələk 3x. Kəmər axı x idi. Üstə gələk 3x. Tənliyimizi həll edirik. Üstə gələk 20, üstə gələk x bərabərdir x üstə gələk 10, üstə gələk 3x. Buranı hesablayanda 3x üstə gələk 20 bərabərdir 4x üstə gələk 10. 3x çıxılsın 4x-ə, 10 çıxılsın 20-yə. Deməli, mənfi x bərabərdir mənfi 10-a. Yenə hər tərəfi müsbət 1-ə vurdu. Mənfi 1-ə daha doğrusu vursaq, x bərabərdir 10 eləyər. Deməli, kəmərin qiyməti 10 manatdır. Bax, kəmər 10 manatdır. Deyir ki, alıcı aldığı əşyalara nə qədər pul ödəyər? Alıcı nə qədər əşya almışdı? Deməli, 2 dənə köynək, bir dənə kəmər almışdı. 2 dənə köynək, bir dənə kəmər alıbsa, 2-ni mən vuraram. Köynəkdə nə qədər eləyir? Köynəyi də qoy tapaq. Köynəkdə 10 üstə gələk 10-dur da, yəni 20 manatdır. 2 dənə köynək almışdı, bir dənə kəmər almışdı. 2 vurulsun 20-yə, üstə gələk 10-a. Bu deyir 50 manat. Deməli, alıcı aldığı əşyalara 50 manat pul ödəyib. Bu şəkildə.